Gönül arzuları, indi gönül arzuları. Ümid edirəm ki, bu səsin sahibini tanıya bildiniz. Anatol Qəniyev. Öz qəribə adı, soyadı və səsi ilə 60-cı illərdə xeyli populyarlaşan və olduqca sevilən müğənnilərimizdən idi o bizim. Amma cəmi 54 il yaşadı. Bugün qədri bilinməyən, artıq unudulmaq üzrə olan sənətkarlarımızdan da o bizim. Amma hər dəfə xüsusən filmlərdə onun mahnıları səsləndikcə yenidən yaddaşlarımıza geri dönür Anatol Qəniyev. 28 il olacaq ki, bu insan dünyasını dəyişir. Amma bu günə qədər çox adamın yadındadır o. Mən elə bir tədbir, elə bir məclis, elə bir yer olmur ki, hara getsəm kimsə onu yada salmaz. Görəndə deyirlər Anatol Qəniyevin oğludur. Deməli, bu yadda qalıb bu insan. Heç o qədər də məsəl üçün deyim ki, təbliğ olunmur da, elə deyilir də desin. Bir o qədərdir ki, belə bir gözəl sənətkarımız olub. Mehribanım bozar şəhərim, çox uzaq deyil mənim səfərim. Göhlən adlarım, bulud kəsaranı qoy, arabanı kəndə çatsın. Hey, qanca ilə dönək, düzəs ilə dönək, gözlər alam, aqarlı dağlar. O vaxt çəkiliş vaxtı yoxladılar da, bir çoxyan gördülər, yox, Anatolunun səsi o arabanın səsindən, o oxumaqla, sonra o təbiətlə, o panoramana gedirdi, kamera çəkir, panoram bütün ağaçları, ondan sonra otluqları çəkir belə. Ancaq Anatolunun Qəniyevin səsi elə bir o təbiətə, o musiqiyə montaj olmuş. Əslində mən də Arif Qaziyev kimi düşünürdüm. Film üçün musiqi səsləndirilməsinə çoxlarının sınaqdan keçirildiyi bəlli olsa da, onların arasından Anatol Qəniyev seçilmişdi. Amma bugün ondan yeganə yadigar kimi qalan oğlu Heydər Anadolu isə başqa bir versiya irəli sürür. Atamın tembri ilə Ceyhunun üzü düz gəlmirdi. Ondan sonra İslam müəllim onu ifa elədi, o mahnını. Və deməli, ad onun adı, bəli, bugünə qədər də çox adam elə bilir ki, elə kinoda da onun ifasıdır. Ümumiyyətlə, yəni sonradan onun mahnı kimi atam yaşatdı o mahnını. Bir neçə müğənnilər oxudu sonradan onu, amma elə bugünə o elə onun adı ilə yazılıb, o mahnı elə onun adına yazılıb. Maraqlı bir tarixçəsi var imiş də, hə? Bəli, bəli. Yelasar dağdan dumanı, yelasar dağdan dumanı, anamın gözləri yoldadır bircə gümanı, bircə mənə qalmış gümanı, gidib görüm əziz anamı, aqallı dağlar, bulub kəsaranı qoy, arabanı kəndə çatsın. Kino filmdəki mahnıları Anatol Qəniyevin yaradıcılığında böyük yer tuturdu. Biz bu mövzuya bir də qayıdacağıq. Amma əslində mənim bilmək istədiyim başqa məsələ idi. Görürsən, Anatol Qəniyev Azərbaycan səhnəsinə necə, kimin vasitəsilə gəlib çıxmışdı? Çünki o Azərbaycan səhnəsinə qəfildən gəlib çıxan sənətkarlardan idi. Və Anatol Qəniyevi çoxları rus dili olduğu üçün Bakıda doğulduğunu hesab edirdilər. Amma bunu bəlkə də heç kim bilmir. Anatol Qəniyev heç Bakıda doğulmamışdı. O, əslən Neftçala rayonundan idi. Uşaq vaxtından onun lap körpəykən anasını itirib, sonradan elə müharibədən qabaq elə atası rəhmətə gedib,
dünyasını dəyişib və o vaxtdan, o uşaqlıqdan deməli Bakının Kəmbərə kəndində böyüyüb. İnternetdə oxuyub mən. İnternetdə o vaxtı Remeslen uçilişi deyirlər. Peşə məktəbi. Mən ən yaxşı vaxtında onu həyatı pis gətirmişdi. Niyə? Nə olmuşdu ki? Tək olub, elə olub ki, məsələn, pulu olmayıb, elə olub ki, tək adam olub da, ev kvartirant olub, nə bilim, neçə... Anası yox idi? Yox idi. Onların əsli Anadolu türklərindəndir. Adı Anadolu idi atamın. Və sonradan müğənni olandan sonra, yəni tanındı, elədi. O vaxtlarda Sovet vaxtında biraz pis baxırdılar. Yəni bu, ümumiyyətlə bu. Türklərlə əlaqəsi olan, nəsə belə. Yəni o məcbur oldu, adını elədi Anatollu. Çox maraqlıdır ki, yəni məsəl üçün bunların əsli, məsələn, oradan o Türkiyədən, deyirdilər ki, türk dilli, belə, hələ. Amma özü, qardaşları, bacıları, atası, anası, hamısı rus dilli olub. Mənim babam Mirzə Heydər məktəb direktoru olub. Mən həmişə deyirəm ki, atam yalnız oxuyanda Azərbaycan çox oxuyurdu. Mənim rəhmətli dayım Neftçalada 50-ci illərdə baş həkim olub balnitsada. Sonra onlar evlənəndən sonra bir ildən 2 ildən sonra onun qardaşı gəldi Neftçaladan bura. Qardaşı əskərliyə aparmışlar onun qardaşı. Sonra əskərlikdən qayıtmışdı Bakıda, gəldi bizə. Gəldi, tanış olduq oyla, bu da Anatolluymuş. Mən də bilmirdim ki, bu Anatollu o vaxtda heç oxumayırdı. Mən Filarmoniyaya qəbul olunanda Anatol bir ənqar keçmədi ki, Anatollu Qəniyev adlı bir çevik ifaçı da Azərbaycan Filarmoniyasının səhnəsinə yol açdı. Əsgərlikdən yenicə gəlmişdi. 55-ci, 56-cı illər idi. Mən musiqi məktəbində oxuyurdum Əsəf Zeynallı adına. Və bir vokalçı kimi oxuyurdum. Bir dəfə mənə dedi ki, deyir, Rafiq deyir, mənim də səsi var, əskərlikdə oxumuşam deyir. Orada bir orkestr var idi. Marşlardan əlavə hansısa bir mahnılardır, rus mahnıları oxuyurdum. Deyir, qulaq astım, gördüm, doğrudan da bunun səsi var. Mobil müəllim götürüb, atamı aparıb Bülbülün yanına, Bülbülün sinifinə. Orada Bülbül ona qulaq asıb və qayıdıb deyib ki, sən hazır müğənnisən. Səndə Allahdan bir vergidir bu. Amma yəni ki, bilirsiniz də o vaxtlar təhsil, diplom da olduğunu. Təhsil alsan da pis olmaz, yəni həm biraz da bir məktəb keçərsən, həm də diplomun olar, gələcək üçün sənə lazım olar. Və Bülbül məsləhət gördü ki, özü də tapşırdı, yəqin ki, elə olardı. Ki, bəs o vaxtı vokal sinifini gərək mütləq əvvəl Əsəf Zeynallı adına, o vaxt muzuçilişi deyirdilər, musiqi texnikumu. Mütləq əvvəl oranı bitirmək lazım idi, sonra konservatoriyaya qəbul olmaq. Ona görə atam getdi, qəbul oldu çilişə. O vaxtlar birgə oxuyurdular, yəni kimlərlə təxmini yadımda qalanları deyim. Oktay Ağayev atamla bir yerdə oxuyub. İslam müəllim, İslam Rızayev, bizim gözəl xanımımız Zeynəb xanım, xanları var, hamısı. Yəni, siz necə, onlar eyni vaxtda oxuyublar. Atam vokal sinifində oxuyurdu, amma bunlar muğam sinifində oxuyurdular. Onun səsi ağır səsdir, bariton səsi idi və o bariton səslə elə Azərbaycan mahnıları, o milizmləri dəqiqliyi ilə çatdırmaq dinləyiciyə olduqca mürəkkəb bir şeydir. O əsaslanırdı necə bir klassik bir vokal məktəbinə. O vaxt Cahangir Cahangirov, dahi bəstəkarımız Cahangir Cahangirov rəhbərlik etdiyi, yaratdığı və rəhbərlik etdiyi xor kollektivinin solisti olub. Sonradan 60-cı illərin əvvəlində Filarmoniyaya keçib, Filarmoniyanın solisti olub. Eyni vaxtda yenə də Azərbaycan televiziyasının estrada orkestrində çalışırdı. O vaxt Tofiq Əhmədov rəhbərlik edirdi orkestra. İfası da çox çılğın idi, yaxşı mənada. Anatollu Qəniyev
mahnıların ifası vaxtı o özünü çox sərbəst, sanki səhnə onundur, ona hədiyyə olunub səhnə. Və qısa zaman kəsiyində o səhnədən zala, zaldan səhnəyə bir mənəvi köprü atmağı bacarırdı. Göz qırpımında tamaşaçıları özəlləşdirirdi. Mənim filmim var idi o vaxtlar. O filmdə Anatolunu çəkdim. Balıqçı mahnısı var. Gözəl mahnıdır, yaxşı mahnıdır. Biz getdik onun üçün Lənkərana. Getdik Lənkəranda dənizin qırağında balıqçı gəmisi var idi. Balıqçılar da vardı orada. Buna balıqçı paltarı giyindirdik Anatoliya. Oturdu yuxarıda, o torları hörürdü, düzəldirdi, atırdı dənizə və həm də mahnını oxuyor. O vaxtları siz belə şeylər biraz həm o çəkiliş cəhətdən, həm də o mahnını dirçəldirdi biraz. Biraz cəmaat da həm yorulmuş da belə yansın, ekranın qabağında, kostyumda oxusun, mahnı geçsin. Biraz təbiətdən, biraz dənizdən səsini verəndə, biraz o balıqçıları verirdik, biraz hadisələri verirdik. Ne güzel günlerdi. Etmeler saniler. Nefer. Ne güzel günler. Etmeler saniler. Nefer. Anatolunun sənətindən yoxdur ki. Anatolunun onun bir mahnısı vardı. Hamı məni gözləyir, hamı mənə gəl deyir. Düşür qabağıma qoca cavan. Belə şeylər onun rətləriydi. Repertuarında var. Repertuarında var idi. Özellikle repertuarın açılışıydı bu. Çoxdan kişi də yox yadıma düşüb. Bu repertuarın açılışıydı. O açılışla ki, oxuya-oxuya ki səhnəyə çıxırdı. Yəni pol patolog pola gedirdi. Birdir arzumuz, isteklerimiz. Her gün suları sen yara yara. Birce gelirik biz buralara. Güneş nur saçır yollarımıza. Dostluk güç verir kollarımıza. Dostluk solmayan baharımızdır. Her vaxt saadet şuarımızdır. Mən istəyirdim, Anatollu güclü müğənni idi. Belə danışmaq oldu, güclü müğənni idi. Çünki Anatollu, məsəl üçün, gedir konsertdə də, konsert 5-6 nəfərindi, başlayır ya zilnidə, ya letnidəndi, nə bilim, onu öyle vaxt olurdu ki, mikrofon pis çıxırdı, ya söylerdi, ya şeylerdi, eləsi vardı ki, oxuya bilmirdi, səsi buradan oraya getmirdi. Anatollu mikrofonu saymırdı. Atam xorda işləyən vaxtı, xor kollektivində çalışan vaxtı Ramiz Mustafayev onun üçün bir Paçtalyon mahnısı yazdı. O, onunla tanındı. Onunla tanındı və qısa müddətdən sonra sonradan Badamlını oxudu. Sonradan Badamlının ilk ifaçısı olmuşdu. Bəli. Sonradan Vasif Adıgözalov Naz-Naz mahnısı yazdı onun üçün. Naz-Nazı oxudu. Koroğlu kinofilmi, yadıma düşdü, Bana Gəl, Koroğlu kinofilmindən, bax orada o mahnını, filmdə də atam oxuyub onu. Sonra çox mahnılarım, çox. Polad Bülbüloğlu bir neçə mahnıları yazmışdı, şəxsən atam üçün yazmışdı onu. Atam onu. Sonradan Polad müəllim özü də mahnıları ifa eləyib. Amma yəni ilk ifaçı atam oldu. Qorxmurdu repertuardan. Biz çətin mahnıları, gür səsli mahnıların hamısını xoşdurdu, sevirdi oxumağa. Öyle deyirəm də, yəni oxuduğum mahnılara da peçat qoyurdu ki, yəni bunu Anatollu oxuyub. Sonradan bu mahnıya girişib oxumaq biraz risk tələb edirdi oxuyanlardan ki, onu oxusun, mahnını oxusunlar. Ben geldim salam ile, nazını bile bile. Sen ise güle güle beni gözledin.
əzizlədi, məni gözlədi.